Bismillahirrahmanirrahim. Əli əleyhissalamın Nəhcül Bəlağəsində Malikəşlərlə əhdnaməsi var. Malikəşlərə məktubu var. Malikəşləri Misrə vali kimi göndərəndə ona verdiyi nəsiyyətləri bir məktub şəklində ona verir. Çox dəyərli bir nəsihətlər toplusudur, çox dəyərli tövsiyələr toplusudur. O nəsihətlərin sonunda Əli əleyhissalam deyir ki, və ənə əsəlullah, bir neçə Allah Teala üçün vəsf deyir, sonra deyir ki, ən yuvəffiqəni və iyyək limə fihi ridah. Mən Allahdan diləyirəm ki, o Allah ki, belədir, əzəmətlidir filandır. O Allahdan diləyirəm ki, məni və səni razı qaldığı şeylərə müvəffəq etsin. Buna dini termində tövfiq istəmək deyilir. Allahdan tövfiq istəmək. İmam-ı Zaman Əcəlallahu Teala Fərcah Şərifin də bizə öyrətdiyi bir duasında var ki, Allahümme rzuqna tevfiqət ta'a. İlahi, bizə itaət etmək tevfiqini ruzi elə. Yəni, itaət etmək uğurunu ruzi elə. Göründüyü kimi Allah Teala'dan ruzi istəyərkən ilk növbədə itaəti istəyirlər. Yəni, Allah'a itaət etmək bir ruzidir. Hər kəsə qismət olmaz, istəməyənə qismət olmaz. Bəzən biz deyirik ki, mən istəyirəm yaxşı adam olum, amma alınmır. Əlbəttə alınmır. Çünki yaxşı adamlıq heç bir nemətlə bərabər tutula bilməz. Yaxşı adamlıq elm deyil, hər kəsə verilsin. Yaxşı adamlıq pul deyil, hər kəsə verilsin. Yaxşı adamlıq, yaxşı bəndə olmaq elə bir dəyərdir ki, həyat buna görə yaranıb. Allah həyatı buna görə yaradıb. Allah insanı və insanlığı və kainatı, hər şeyi buna görə yaradıb. Əgər insanın yaxşı bəndəliyi olmasa, heç nəyin mənası yoxdur. Heç nəyin, istisnasız heç nəyin mənası yoxdur. Ona görə ən böyük ruzi təqvalı olmaq, Allah'a itaat etməyi bacarmaqdır. Bu bir bacarıqdır, bu bir peşəkarlıqdır. Allahdan istəməsən Allah verməz. Əli əleyhissalam malikəşlərə nəsihətlər verir. Belə elə məmurlarına bu fikirləri aşıla, göstərişlərə belə ver, xəsislərlə məsləhətləşmə, nə bilim, qazilərə belə tələb et, insanlar arasında fərq qoyma. Yəni, malikəşlər bunlara əməldə eləməlidir. Amma sonra deyir ki, Allah gərək tövfiq versin, Allahdan tövfiq istəyirəm. Biz də Allahdan tövfiq istəyək ki, Allah bizə yaxşı bəndə olmağı nəsib etsin.